asıb kəsirsiniz. Harda qarşımda çıxsa doğrayacam, öldürəcəm deyirsiniz. Mən hər çıxışımda deyirəm ki, mən nasosunda qalıram, Xırdalanda işləyirəm. İndi hal-hazırda İsmail rayonu Kələzeyvə kəndindəyəm. Gəl öldür məni. Sən nə uğruna məni öldürürsən? Budur sənin inancın. Sən özünü bu bədəndə hesab eləyirsən, hə? Cihad ayələri, hə? İnsanlar tərəfindən yazılmış ayələrə. Allahım, yəni bu boyda mərhəmətin qabağında Allah özü cəza verə bilmədi də, hə? Səni kimi nəcis daşıyan qarnında birinin əli ilə öldürəcək məni, cəzalandıracaq Allah. Allah məni niyə yaradıb ki, niyə cəzalandırsın? Ümumiyyətlə sən kimsən, Allahın işini görürsən? Günəşi doğdura bilərsən sən. Məni nə ixtiyarla öldürürsən? Budur sizə öyrədilən din. Bax görsən, baxın, bax, tanıyın. Görürsünüz, bax budur. Ha, sən Allahı özün üçün dərk eləməlisən. Sən havasını eləyirsən. Mənim səninlə nə işim? İnan da, nə işsə inan da, öz içində inan. Bəli, sən içində inan, mənim səninlə nə işim var? Mən millətimin, xalqımın, bu dövlətimin, bağlarımın, bu xalqın gələcəyini qoruyuram. Səni kimi istilaçılardan, səni kimi Allah və din adından ərəb və fars ideologiyasını götürüb gəlib ölkəmdə yayanlara qarşı müharibə edirəm. Bəli, sən saxtakarsan, yalancısan, üzvə deyirəm. Bəli, sən Allah adından danışmırsan. Sual verirəm, sən Allahı harda dərk elədin? Nə vaxt dərk elədin sənə kişi? Sənə kimsə vərəq verəndə, səni kimsə dəvət eləyəndə, vəssalam, ya da ki, biraz pullandın, dünənə kimi, kimisə şotuna yeyirdin, içirdin, nə bilim, şellənirdin, biraz əlvə pul keçdi, o dostlardan qırılmaq üçün mühiti dəyişənlərdən. Sən Allahı nə vaxt sorğuladın? Mən necə dərk elədim? Mən özümə sual verdim. Mən, anam doğub meşiyatçıydı, mən kim olardım? İndi bax gör, sən yaradanı dərindən dərk eləmsən, yoxsa mən? Mən deyirəm ki, insan bədəndən ibarət deyil. Bəli, bu nəcisdir. Və mən deyirəm ki, bu dünyada yaradanın, qadir mütləqin yaratdığı ən ali yaradılış insandır. Bəli, indi bax, 6-cı əsrdə cəhalətin baş alıb getdiyi bir dövrdə heyvanla özündəki fərqi anlamayan bir insanlığa Məhəmməd adlı bir dahi, bir şəxs yaradanı idrak edib, onu düşüncəsində, şuurunda qavrayıb, anlayıb, onun nə üçün yaratdığını, niyə yaratdığını idrak edib, gəlib cahil xalqa, ancaq qorxuları ilə idarə olunan bir insanlığa bu şəkildə deməliydi. Bəli. Və dedi də, dahi insandır. Bəli, mütəfəkkirdir. Amma Allahı idrak elədi. İdrak elədi, bəli. Allah kimisə göndərmədi. İdrak eləmişdi. Allahın sözünü deyirdi. Amma Allah onu seçib göndərməmişdi. Bunu artıq sən bilməlisən içində. Ola ki, bilə bilmirsən, o sənin işindir. Və o gözəl insan nə demişdi? Bir insanı öldürmək, insanlığı öldürmək deməkdir. İstəsə mənə hədəliyirsən də, hə? İndi mən sənə bir söz deyim. Yaradan bu kainatı yoxdan var eləyən ilahi bir güc. Bəli, bu sistemi yaradan, bax bir otda, bir ağacda, canlı gördüyün hər şeydə o var. İnsan isə onun şah əsəridir. O, hər şeyi yoxdan var elədi. O, hər kəslə danışır. O, kimisə seçib göndərmir. O, səni də seçib. Amma sən Allahı ruhunda tapa bilməyib, kölə olmağı seçmişsən kiməsə və məni hədəliyirsən. Sən yaradanın yaratdığını hədəliyirsən, hə? Budur, sənin sifətin budur. Sənin gətirdiyin din budur. Sənin təbliğ elədiyin budur. Baxın, bir, yaradanın, məni yaradan yaradıb. Otu da yaradan yaradıb.
Canavarı da yaradan yaradıb. Dovşanı da, aslanı da, tülkünü də, ilanı da, kirpini də. Səninsə başın üçün deyir, yaradanın yaratdığını, yaradan uğruna öldürəsən. Şeytan uğruna, şeytan uğruna razıyam, şeytan uğruna. Bəli, şeytan uğruna öldürə bilərsən, mən razıyam. İblis uğruna. Onda denən ki, mən iblisi təbliğ edirəm bu ölkədə. Yaradan, Məhəmməd Peyğəmbərin dediyi Allah, digər başqalarının dediyi. Hərə bir cür qavrayır da onu, hərə bir cür, o bir dənədir. Ölümlə, öldürəcəmlə bir yerə sıxışdırmısan onu. Bəli, razıyam. Şeytana, şeytan uğrunu öldürə bilərsən. Şeytan uğruna da məni öldürəsən, ay şeytanın köləsi. Mən cənnətə gedəcəm. Bəli, cənnət aradır. Ruhuma qovuşacam. Yəni bu nəcisdən çıxacam, nəbədi var olacam. Sən xəbərin yoxdur Allahdan ki, bu ölkənin dəyərlərinə toxunma. Sənin heç kimin işi yoxdur. Sən əgər bu cənnət məkanda Allahı görmürsən, buraları yaradanı görmürsən, sən bədbəxtsən. Sən bu gözəlliyi, bu cənnəti, yaradanı burada tapmamısan və sən bu millətə, bu xalqa yaradanı gətirib, ərəbi, farsı, ideologiyanı bu bizim millətin başına sapırsansa, ay sən Allahdan danışsan. Ay sən Allah yorğanın altında yaratdı, dədönlə anon, orada ərəbin nə işi var? Orada farsın nə işi var? Ay şəkər buranın burada nə günahı var? Ay orada o birisinin nə işi var? Ay sən özündə, ruhunda tap da bu yaradanı. Nə istəyirsən qardaş sən bu xalqdan, millətdən? Niyə qoymursan balalarımızı böyüdək? Hansı Allahı təbliğ edirsən sən? Sən ay kişi, sən bu otu yaradan Allahı dərk eləmişsən ha, ərəb, fars. Bu otu yaradan Allahdan xəbərin var sənin. Ay sən ondan xəbərin yoxdur, bir ayıl, qafil. Sənin təbliğ elədiyin ideologiyadan ki, o oturan söhbət elə, Allah'a and olsun, o danışır insanlar. Sənin ondan xəbərin var, ay qafil, məni öldürmək istəyirsən. Amma görürsən, mən onu qırmadım. Qırmadım onu. Bəli, çünki onun ruhu var. Sən Allah adından danışmırsan. Və qoy mənim gözəl xalqım bilsin. Mənim dəyərli xalqım. Allah heç bir kitaba sığışmır. Heç bir kitaba. Məhəmməd Peyğəmbər gözəl insan idi. Bəli, Allahın elmindən, kəlamından, sözündən gəlib o kitabda deyib. Amma o kitab bir zamanlar həm də dövlət konstitusiyası olub. Bəli, bunu da nəzərə alın. Bunu da nəzərə alın. Allah bir kitaba sığışmaz. Çünki kainat özü bir kitabdır. Allah özü bir kitabdır, elmdir. Allah sözə yerləşməz. Allah hərfə yerləşməz. Əlifbaya yerləşməz. Bəli, Allah ifadə olunmaz. Allah rəsmi çəkilməz. Allah haqqında danışılanların heç birinə bənzəməz. Allah təbliğata sığmaz. Allah öyrədilməz. Allah idrak olunur. İdrak sözünün kökü dibdir, dərkdir. Düşüncənin dibinə enəndə, bir zülmətdən aydınlığa çıxanda o hər kəsə görünür və and içirəm Allah adına. O toplum arxasında düzülüb namaz qılmaq üçün deyil. O bir toplum üçün deyil. O sən, bu videoya baxan hər kəsi beyin quruluşu, barmaq ucu, göz quruluşu, dilin ucu ilə fərqli olduğu qədər hər kəs üçün özünə məxsus və fərdidir. Sənindir, sənə məxsusdur. Sənin anlaya biləcəyin qədər sənə məxsusdur. Və sən onu dərk eləyib ondan yaşaya biləcəksən. İnsan olacaqsan. Vəssalam. Bu dünyanı insan olacaqsan, bu bədəndən çıxıb onun özü olacaqsan. Vəssalam. Ruhun qovuşacaq ona bir bütünə. Ondan başqa bütün Allah adına deyilən
her şey, her düşünce yalan ve iftira ve böhtandır. Hamısı ideologiyası. Bəli, hamısı məqsədə və insan maraqlarına xidmət edir. Sən öz ruhunda, cismində, sənin atanla ananın gecə qaranlıqda səni yaradanda, orada sənin ruhuna üfran Allahı ərəb dilində, fars dilində dərk eləyirsənsə, onun təbliğatında tapırsansa, onun ideologiyasında tapırsansa, artıq sən Allahdan uzaq düşmüsən. O idrak olunur. O bilirsiniz hardadır? Bir karın eşitdiyi yerdə, bir korun gördüyü yerdə, bir lalın danışdığı yerdə, bir dindarın təbliğatında heç vaxt Allah olmuyor, olmayacaq da. Heç Məhəmməd Peyğəmbərin də dediyi Allah deyil o. Məhəmməd Peyğəmbərin dediyi Allah sənə şah damarından yaxındır. Məhəmməd Peyğəmbərin dediyi Allah sənin üzün hara baxarsa, onun da üzü ora baxır. Bəli. Əgər sənin üzün, ərəbin üzü, farsın gözü baxan tərəfə baxırsa, onda sən öz ruhunu, öz Allahını ərəbdə, farsda tapmısan. Azərbaycanda bu otun, bu otda canlı olan hər şeydə olan, heç bir şeyi özündən kənar buraxmayan yaradanı sən öz ölkəndə, öz dövlətində, öz ərazində, öz cənnətində, öz aləmində, öz canında tapmamısan. Fərsa ərəbə kölə olmağı seçmirsən və məni də öldürmək istəyirsən, sən iblisə xidmət edirsən. Bəli, sən iblisin köləsisən. Məni öldürmək istər dinə, istər Məhəmmədə, istər yaradana ən böyük həqarətdir. Sən yaradanı, Allahı idrak eləmiş olsaydın, sən əsla mənlə indi belə danışmırdın, hədə ilə danışmırdın. İndi biz bir-birimizə qardaş deyirdik, can deyirdik, can eşidirdik. Amma sən onu anlamamısan. Sən şeytanın yolunu seçmirsən. Sən, bəli, insanın yaratdığı Allahın yolunu seçmirsən. Sən kainatı yaradan Allahın yolunu seçməmsən. Sən Allahın yolunu seçsəydin, bəli, biz indi iki insan bir yerdə cənnətdəydik. Bax, bu cənnətdə o cənnət ki, iki insanın olduğu cənnət ki, orada bir insanın, Allahın yarattığı canlı olan bir otu qopartmayan insan, səni kimi insanı hədələyən, heyvani şuurda yaşayan, şeytana ibadət eləyən, şeytanın köləsi olan, insanın yarattığı Allah'a ibadət eləyən, insanın əskəri olan, ordusu olan, şeytanın qoşunu olan, bəli, fərqli yarandığı halda bir cərgə düzülüb, bir xətt üzrə düzülüb, bir ideologiyanın qurbanı olan biri Allahı əsla idrak eləyə bilməz. Bəli, səni canlı tutan, o otu da, məni də, bir Allahın da ruhu var içimizdə. Heyf ki, sən qafilsən, sən Allahı yox, şeytanı təzahür elətdirib yaşayırsan, belə də götür gəl şeytanı da neynək? Gözləyirəm. Mən onsuz da gec və tez bu cisimdən çıxacam. Sənin doğmaların da çıxacaq. Sənin yaxınların da çıxacaq. Sən isə məni öldürüb, gedib içəri girəsən, dörd barmaq arasına. Bəli, orada isə ora getməmiş burada cəhənnəmi biraz yaşayarsan, sonra da sənə bir dənə muşduluq verim, sonra da bir it kimi gələsən bu dünyaya, səni kimsə bağlayacaq qapısına, yenə orada hürəsən. Sən çünki yaradanı hələ də anlamamısan. Belə yenə də deyirəm, İsmail rayonu Kələcəyivə kəndindəyəm. Gəl, iblisin köləsi, gəl, gözləyirəm.